Allah nübüvvəti artıq yüksəltmişdir və peyğəmbərlik yəni yoxdur. Yəni bir daha peyğəmbərlik olmayacaq. Yəni peyğəmbərlikdən qalan nədir? Müjdə verici xəbərlər. Baxın. Müjdə verici xəbərlər soruşdular ya Rasulallah. Deyir ki, peyğəmbərlik bitdi. Məndən sonra heç kimsə qeybi iddia etməsin. Qeybi iddia etmək yalandır. Yalan danışır kim iddia edirsə. Məndən sonra deyir müjdə verici xəbərlər. Deyirlər, ya Rasulallah, müjdə verici xəbərlər nədir ki, salih yuxu. Yəni, salih yuxu gəlir, sadiq yuxu gəlir, sadiq yuxu gəlir, salih röyə gəlir. Yəni, peyğəmbərliyin müjdə verici xəbərlərindən qalan yeganə şey, ya salih bəndərin gördüyü, baxın, salih bəndərin gördüyü, ya da onun üçün başqasının gördüyü yuxulardır. Deməli, ya salih bir qul o yuxunu görür, ya da onun yerinə başqası görə bilər. Başqası görə bilər ki, öz yaxını üçün.